Ensol şirkəti burada kuban quraşdırır. Nə quraşdırırsa bu mal-qara mənim yerimə nə qədər ziyanlıq vurub. Onun ziyanlığını ödəməyib. Neçə dənə mal-qara yerimiş olmayıblar, heyvanı mac qalıb, heyvanı tələb alıb. Kanal 21'e müraciət edən Ağcabədi rayon Aşağı Afşar kənd sakini Bakir Yusifov Ağcabədi rayon icra hakimiyyətindən şikayətçi olduğunu bildirir. Onun sözlərinə görə o Ağcabədi rayon icra hakimiyyəti ilə 2015-ci ildə qış otlaq sahəsi üçün müqavilə bağlayıb və bugünə qədər dövlət rüsumlarını, vergilərini vaxtında ödəyib. Lakin vətəndaşın sözlərinə görə Ağcabədi rayon icra hakimiyyəti onun həyat yoldaşının adına olan müqaviləyə xitam veriləcəyini və həmin ərazinin boşaldılmasını bildirib. Lakin vətəndaş müqavilənin vaxtının bitmədiyini və həmin ərazidən çıxmayacağını bildirib. Ona görə də Ağcabədi rayon icra hakimiyyəti tərəfindən məhkəməyə verilib. Hal-hazırda isə həmin ərazi Ensol şirkətinə verilib və qış otlaq sahəsi həmin şirkət tərəfindən şumlanıb. Heyvandarlığın inkişafına töhfə vermək yerinə Ağcabədi rayon icra hakimiyyətinin bu qanunsuzluğu həqiqətən də açıq-aşkar özbaşınalıq və vətəndaş hüquqlarının kobud şəkildə tapdanmasıdır. Vətəndaş bildirir ki, məhkəmə prosesi davam etdiyi halda, yəni məsələ hüquqi müstəvidə araşdırılmadan, qərar verilmədən Ağcabədi rayon icra hakimiyyəti həmin torpaq sahəsinin üçüncü tərəf olan Ensol şirkətinə verib. Bu isə qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, məhkəməyə qarşı hörmətsizlik və vətəndaşın hüquqlarının qəsdən pozulması deməkdir. Bakir Yusifovun sözlərinə görə qış otlaq sahəsinin şirkət tərəfindən şumlanmasından sonra mal-qaranın otlaq imkanı əlindən alınıb. Yaranmış vəziyyət ciddi suallar doğurur. Müqavilənin müddəti bitmədiyi, məhkəmə işi davam etdiyi halda Ağcabədi rayon icra hakimiyyəti hansı qanuna, hansı hüquqa əsaslanaraq həmin torpaq sahəsini şirkətə verib və şumlanmasına şərait yaradıb? Bu addım dövlətin heyvandarlığın inkişafı ilə bağlı apardığı siyasətə açıq-aşkar zidd deyilmi? Ağcabədi rayon icra hakimiyyətinin bu addımı fermerə və kəndliyə dəstək olmaq əvəzinə onu çətin vəziyyətə salmaq, mal-qaranın məhv olunmasına göz yummaq və konversiya maraqlarını vətəndaş hüquqlarından üstün tutmaq deməkdir. Daha ətraflı vətəndaşın öz dilindən dinləyək. Özünüz təqdim edin. Yusifov Bakir Novruzoglu. Hara sakinisiniz? Ağcabədi rayon Aşağı Afşar kənd sakini. Nələr baş verir? Bax, müraciət elədiniz, biz də hazırda gəlmişik. Buyur, tam təfərrüatı ilə sizin dilinizdən eşidik. Vallahi müraciətim odur ki, biz yəni bizim ailəyə məxsus olan 2015-ci ildə götürdüyümüz 15 il müddətinə götürdüyümüz torpaq müqaviləsinin vaxtı bitməmişdən 2030-cu ilə kimi müqaviləmizin vaxtı var. Ona baxmayaraq bizi veriblər məhkəməyə ki, bu torpaq müqaviləmizin vaxtını ləğv eləsinlər. Yəni, müqavilə vaxtı bitməmiş. Yox, bitməmiş, bəli, bitməmiş. Müqaviləmizin elə 5 il müddətinə var. Buradan yəni bizi köçürmə görsə də yəqin ki, deyib bu qurarlan şirkət gəlib burada, Ensol şirkəti burada kuban quraşdırır. Nə quraşdırırsa bu mal-qara mənim yerimə nə qədər ziyanlıq vurub. Onun ziyanlığını ödəməyib. Neçə dənə mal-qara yerimiş olmayıblar, heyvanı mac qalıb, heyvanı tələb alıb. Mən də burada saxladığım təyinatı üzrə xırda buynuzlu və iri buynuzlu mal-qara ilə məşğulam. Heyvandarlığın inkişafı ilə məşğulam. Cənab Prezidentimizin tövsiyəsi də olub ki, sahibkarlara dəstək olsunlar, inkişaf eləsinlər. Ona baxmayaraq yenə gətirib məni bu yerdən çıxartmaq istəyirlər. Aydındır. Siz bu yer örüş otlaq sahəsi. Bəli, qış örüş otlaq sahəsi. Siz müqaviləni hara ilə bağlamısınız? Ağcabədi rayon icra hakimiyyəti ilə. Neçə illik bağlamısınız? 15 illik. Neçənci ildə? 2015-ci ildə bağlamışıq, 2030-cu ildə kimi də müqaviləmizin vaxtı var. Hazırda 2025-ci ildir dəyərli izləyicilərimiz. Yəni müqavilənin vaxtına hələ ki var. Yəni buna baxmayaraq nələr olur? Səni çıxartmaq istəyirlər. Bəli, çıxartmaq istəyirlər. Mən devlətin vergisini ödəyirəm, su pulunu ödəyirəm. Yəni hansı bir əsasla çıxardım mən? Əsassız mən də saxladığım təyinat üzrə xırda buynuzlu və iri buynuzlu heyvan saxlayıram burada kənd təsərrüfatının inkişafı üçün. Heç ona baxmayaraq verib mənim məhkəməyə mənim müqaviləmi ləğv eləmək istəyirlər ki, mən buradan köçürərlər. Bax, deyirsiniz ki, hazırda məni buradan çıxartmaq istəyirlər. Sizə xəbərdarlıq mı eləyiblər, yoxsa necə? Yox, heç bir xəbərdarlıq da nə bəli də, elə deyirlər ki, köçməlisən burada, heç. Səbəb nə göstərir? Səbəb də odur ki, yəni buranı hansısa bir şirkətə verirlər.
Şirkətə verildiyi halda siz onu qeyd etmirsinizmi? Yəni mənim hələ ki müqaviləmin vaxtına Demişəm, bəli, demişəm. Ona da görə mənə veriblər ki, məhkəməyə mənim müqaviləmi ləğv eləyədir. özləri məhkəməyə verir. Bəli, bəli. Ağcabədi rayon icra hakimiyyəti tərəfindən mənə verirlər məhkəməyə ki, mənim müqaviləmi ləğv eləyədir. Hazırda məhkəmə olur. Olub məhkəmə hələ tam bitməyib məhkəmə. Ekspertizaya gedir. Bəli, bəli, ekspertizaya gedir. Kimədir müraciətiniz? Müraciətim cənab prezidentədir ki, bizə dəstək olsunlar, bizə kömək eləsin, aidiyyət üzrə qurumlara tapşırıq versin ki, bizə kənd təsərrüfatını inkişaf elətdirməkdən ötürü bizə köməkdarlıq eləsinlər. İnşallah. Ən azından məni yerlə təmin eləsinlər. Hazırda yəni bu heyvanları saxlamaq. Bəli, mənim heç bir yerim yoxdur. Mənim 40 sot pay torpağım var. 40 sot pay torpağında mal qoyun saxlamaq olar. Bəs buradan neçə hektar əraziyə uyğun müqavilə bağlanmış? 30 hektar əraziyə uyğun müqavilə bağlanmış. Dövlətin də rusunu keçirmir. Bəli, dövlətin vergisidir, su puludur, hamısını keçirmişəm vaxtı-vaxtında. Görürsünüz də dəyərli izləyicilərimiz. Bax belə, bu vətəndaşın hazırda iddiası idi. Yəni biz eyni zamanda qarşı tərəfində mövqeyini dinləməyə hazırıq. Onu da qeyd edək ki, bax vətəndaşın dediyi kimi bu torpağı, yəni örüş otlaq sahəsidir. Eyni zamanda müqavilə əsasında 15 illik müqavilə ilə götürüb, yəni vətəndaşın dediyinə görə və 2030-cu ilə qədər də müqavilənin vaxtı var. Müqavilə bitməmiş Ağcabədi rayon icra hakimiyyəti eləyir də bunu, eləmi yoxsa? Nə icra hakimiyyəti verib mənim məhkəməyə? Ağcabədi rayon icra hakimiyyəti həmin vətəndaşı məhkəməyə verib və müqaviləni pozmaq istəyir. Bəli, bəli. Siz də bununla bağlı dövlət qurumlarına müraciət edin. Bəli, bəli. Bəli, aidiyyətli dövlət qurumlarına müraciət edirəm ki, hakimiyyətdarlıq eləsin. Mən bu boynu mal hayır aparım, harada saxlayım? Təşəkkür edirəm. Eyni zamanda biz qarşı tərəfində mövqeyini dinləməyə hazırıq. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir. Tədbir görmək ümid isə aidiyyəti qurumlara və Allaha qalır.